Yaşad Fondu şəhid övladları üçün hansı layihələr həyata keçirib? Layihə iştirakçılarının sayı 29.400-dən artıq şəxsi əhatə edir. O tədbirlərdən ən yadda qalan nədir? Başa düşdüm ki, mən bir yeni ailənin bir parçasıyam. Gələcəkdə şəhid övladlarının hansı layihələr gözləyir? İngiltərədə bilirsiniz, 2 həftəlik yay məktəbi olur. Başqa hansı layihə istəyərin olsun, bax sən də orada iştirak edəsən. Elədikləri düşərgələr elə belə davam eləsə, mənim üçün çox yaxşı olar. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Yaşad Fondu şəhid övladları üçün hansı layihələr həyata keçirib? Daha hansı tədbirlər olacaq? İştirakçılar bu proqramlardan necə yararlanıb? Qəbuldasanda bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Verilişin qonağı Yaşad Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və şəhid Elçin Əzizovun oğlu Yusif Əzizlidir. Salam, xoş gördük sizi. Salam, hər vaxtınız xeyir. Salam, xoş gördük, hər vaxt xeyir olsun. Elmə, əvvəla sizdən başlamaq istəyirəm. Biz ümumiyyətlə bəzən deyirik ki, sərvətlərlə zəngin ölkəyik, bizim neftimiz var, qazımız var və s. və ilaxır, amma bizim əsl sərvətimiz elə vətən uğrunda fədakarlıq edən qəhrəmanlarımız idi. İndi bizim borcumuz onların əmanətlərinə sahib çıxmaqdır. Elə Yaşad Fondunun da əsas missiyası budur. Birinci sualım sizə olacaq. Yaşad Fondu bu istiqamətdə hansı işləri görüb? Sualınıza görə təşəkkür edirəm və birmənalı olaraq Azərbaycanın yerüstü sərvətləri onun qaziləri, yeraltı sərvətləri isə onun qəhrəman şəhidləridir. Bu birmənalı olaraq belədir. Və Yaşad Fondu bilirsiniz ki, yarandığı gündən etibarən 4 fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərib. Bu fəaliyyət istiqamətləri tibb, təhsil, məişət və kredit olub ki, bu 4 istiqamət üzrə Yaşad Fondu bu günə qədər 95 milyon manata yaxın vəsait xərcləyib və ümumilikdə 100 mindən çox müraciəti təmin edib. Bu ötən dövr ərzində. Bununla yanaşı Yaşad Fondu öz fəaliyyət istiqamətləri ilə paralel müxtəlif sosial layihələr həyata keçirdir ki, ümumilikdə bu günə qədər həyata keçirilən layihələrin sayı artıq 78 layihə həyata keçirilib ki, bu layihədə iştirak edən şəhid ailə üzvləri və qazilərimizlə ümumilikdə birlikdə layihə iştirakçılarının sayı 29.400-dən artıq şəxsi əhatə edir. Təşəkkür edirəm. Yusuf, bir daha səni salamlayıram. Neçə yaşın var artıq? 14 yaşım var, inşallah mayda 15 olacaq. 15 olacaq. Maşallah bilmirsən. Mən səndən xatırlayırsansa elə Yaşad Fondunun tədbirlərində görüşürdüm. Düşərgələrdə və digər son illərdə gələ bilmirəm, düzdür. Ona görə dedim maşallah bilmirsən. Sən hansı tədbirlərində olmusan Yaşad Fondunun? Mən Yaşad Fondunun artıq 2021-ci ildən başlayan tədbirlərdən iştirak edirəm. İlk dəfə Yaşad Fondunun Lənkəran yay düşərgəsində olmuşam. Daha sonra Şamaxı düşərgəsində olmuşam, Qalaltı düşərgəsində olmuşam. Lənkəran düşərgəsində bir daha da oldu, orada da olmuşam. Ondan əlavə idmanla bağlı Neftçili yay düşərgəsində də olmuşam bir neçə dəfə. Ən xoşuma gələn hansı layihə idi Yaşad Fondunun? Mənim ən xoşuma gələn, elə ən birinci olan Lənkəran düşərgəsi olmuşdu. Çünki orada yeni insanlarla tanış oldum artıq. Başa düşdüm ki, mən bir yeni ailənin bir parçasıyam və bu ailədə mənim çoxlu əmilərim olacaq, çoxlu dost, bacı, qardaşlarım olacaq. Bax, deyirsən, ən çox o layihəni bəyənmişdin. Digər layihələrdən nə ilə fərqlənirdi o? Niyə məhz o layihəni sevdin? Çünki mən o layihəni ona görə sevdim ki, o mənim ilk layihəm idi və orada olan insanlar məni tanımağına baxmayaraq bizimlə çox yaxşı səmimi rəftar edirdilər və bizi çalışırdılar ki, müharibə yeni bitmişdi həmin zaman. Çalışırdılar ki, biz özümüzü pis hiss eləməyək, artıq yenidən həyata bağlı olaq, beynimiz artıq o məsələlərdən çıxsın və artıq başa düşək ki, həyat davam edir, yeni işlərlə məşğul olmaq lazımdır, həyata davam etmək lazımdır. Təşəkkür edirəm. Elvin müəllim, bu il hansı layihələr planlaşdırılır şəhid ailələri ilə bağlı? Ümumilikdə biz nəzərə alsaq ki, 2026-cı ilin 2-ci rübünün ilk ayındayıq. Yəni ilin
hələ 4-cü aydır və qarşıda kifayət qədər müddət var. Biz artıq bu müddət ərzində kifayət qədər layihələr icra etmişik. Bu Naxçıvanda qış düşərgəsindən söhbət gedə bilər. Eyni zamanda Qəbələdə olan qış düşərgəsində, hansı ki bizim şəhidlərimizin övladları orada xizək sürürdülər, xizək sürməyin belə deyək, sirlərini öyrənirdilər. Bununla yanaşı biz bu ildən artıq növbəti bir layihə başlatdıq, hansı ki Zərif Görüş layihəsi. Bu bizim qəhrəman şəhidlərimizin həyat yoldaşları, onların xanımlarını əhatə edir və səhər yeməyi, səhər süfrəsi ətrafında bir araya gəlmək, bir ortamda olmaq və düşünürük ki, bu da onların asudə vaxtının səmərəli keçməsində, eyni zamanda yeni dostluqların qazanılmasında öz töhfəsini verəcək və hələ sonuncu, Zərif Görüşün sonuncu belə deyək, görüşü, sonuncu layihəsi Mingəçevirdə olmuşdu. O regionda olan burada Tərtər, Yevlax, Mingəçevir, Bərdə və digər o regionda olan rayonlardan olan şəhid xanımları Mingəçevirdə idilər, bir ortamda idilər. Və bununla yanaşı digər layihələr, hansı ki qarşıda 1 iyun uşaqların beynəlxalq müdafiə günü gəlir və biz hər il yaşı 14 yaşa qədər olan şəhid övladlarının hədiyyələri onların ünvanlarında təqdim edirik. Yenidən yay fəsli gəlir, yaşat düşərgələri, yay düşərgələri olacaq. Bilirsiniz, 9-cu sinif buraxılış imtahanında yüksək nəticə göstərən 10 şəhid övladı ölkə xaricən yay məktəbinə gedir. Və digər bu kimi layihələr tərəfimizdən davam etdiriləcək. Məktəbli ləvazimatlar layihəsi olsun, intellektual marafonlar olsun ki, bu layihələr davam edəcək. Və bununla bağlı biz tərəfdaşlarla iş aparırıq və tərəfdaşlarımızla görüşürük. Çünki bilirsiniz ki, bu cürə böyük mega layihələrin həyata keçirilməsinə kifayət qədər ciddi vəsait və investisiya lazımdır. Təbii ki, bunu da hər zaman Yaşad Fondunun partnyorları, tərəfdaşları bu məsələlərdə öz dəstəyini göstərirlər, öz maliyyə dəstəyini göstərirlər və biz də bu layihələri hər zaman icra edə bilirik. Elə fürsətdən istifadə edib, baxın bu işlərin ərsəyə gəlməsində əziyyəti keçən bütün insanlara, bütün şirkətlərə, bütün qurumlara təşəkkür edirik. Mən bayaq dedim, Yaşad Fondunun xüsusilə şəhid övladları üçün təşkil etdiyi demək olar bir çox layihələrdə olmuşam. Çox maraqlı və faydalı olur. Bax Yusif, sənin üçün o tədbirlərdən ən yadda qalan nədir? Hansı xatirən var ki, onu heç vaxt unutmayasan? Ən böyük xatirələrimdən çoxdur, düzün, açıq desəm. Yeni getdiyim, yəni ən son getdiyim Yaşad düşərgəsi var idi Naxçıvanda, xizək sürmək. Orada yeni dostlar tapdım özümə, yeni uşaqlarla tanış oldum və orada Naxçıvanda biraz gəzdik, orada Duz dağına getdik və xizək sürməyi öyrəndik. Elə onu desəm, o mənə ən yadda qalan xatirəm oldu orada. Aydındır, təşəkkür. Xatırladım ki, Qəbuldasan verilişi efirdədir. Aparıcı mənəm, İlqar Mehmanoğlu, qonağım Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və şəhid Elçin Əzizovun oğlu Yusif Əzizlidir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Qonağım Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və şəhid Elçin Əzizovun oğlu Yusif Əzizlidir. Biz fasilədən əvvəl fondun şəhid ailələri üçün keçirdiyi tədbirlər barədə danışdıq Elvin müəllim sizdən. Əsas məqsəd nədir? Burada əsas məqsəd, Yusuf da bir qeyd etdi, öz layihələrdə, düşərgələrdə yeni dostlar qazanır. Bu əsas məqsədlərdən biridir. Çünki misal üçün biz sonuncu Mingəçevirdə olan Zərif Görüş tədbirində biz nəyi gördük? O regionda olan şəhid xanımları bir-birini tanımırlar. Çünki ora həmin regiondan gəlmişdi. Tərtərdən gələn, Mingəçevirdən gələni tanımırdı. Və yaxud da Yevlaxdan gələn, Bərdədən gələni tanımırdı. Bu bir ortam idi. Və hər kəs yeni əlaqələr yarandı, yeni dostluqlar yarandı. Eyni zamanda bilirsiniz ki, biz çalışırıq ki, bir çox layihələri məktəb tətillərində edək ki, şəhidlərimizin övladlarının dərs zamanına maneçilik törətməsin. Və bu həm də onların tətillərinin, asudə vaxtlarının səmərəli keçirilməsi üçündür. Bu həm də onların dünya görüşünü inkişaf etdirir, dünya görüşünü formalaşdırır və bilirsiniz ki, olsun qış düşərgələri, olsun idman düşərgələri, hansı ki, bizdə bir çox şəhid övladları var idi ki,
qış idman növü məhz Xizə ilə Yaşadın təşkil etdiyi qış düşərgəsində tanış oldu. Orada onu öyrəndi və qış düşərgəsi də dünyada populyar, ən məşhur belə deyək, idman növlərindən biridir və bu da uşaqların marağına səbəb olur. Eyni zamanda yay düşərgəsi olsun. Orada şəhid övladları öz sahəsində tanınmış şəxslərlə görüşürlər. Xalq artistləri, əməkdar artist olan müğənnilərimizlə onlar ünsiyyətdə olurlar. Olimpiya, dünya çempionu olan idmançılarla, mədəniyyət sahəsinin adamları ilə, incəsənət sahəsinin adamları ilə və bir çox şəxslərlə ünsiyyətdə olurlar. Düşünürəm ki, bu da onların dünya görüşünün formalaşmasına öz töhfəsini verir. Eyni zamanda bizim Şamaxıda olan düşərgəmizdə orada qurum rəhbərləri, nazirlər, millət vəkilləri onlarla görüşürdü və uşaqlar onları düşündürən sualı həmin sahədə birinci şəxsə verirlər. Misal üçün, idmanla bağlı olan sualı Fərd müəllimə, bəli, cavabı oradan alırdılar. Müdafiə sənayesi ilə bağlı aidiyyət üzrə, Dövlət İmtahan Mərkəzi ilə bağlı sualın cavabını Məlikə xanımdan alırdılar. Və bu da hesab edirəm ki, onların yaddaşında öz müsbət izini saxlayacaq və uşaqların dediyim kimi dünya görüşünün formalaşmasına və yeni dostluqların qazanmasına öz töhfəsini verir. Yaşadın həyata keçirdi bu layihələr. Elə Yusif, bəlkə sən də xatırlayarsan, o tədbirlər olanda Elvin müəllim açıqlamalarında bir şey deyirdi ki, bizim məqsədimiz əylənərək öyrətməkdir. Həm yəni tədbirlər əyləncəli olurdu, həm də iştirakçılar öyrənirdilər. Yəni faydalı tədbirlərdir. Bu baxımdan bu tədbirlər sənin qərarına, sənin gələcək həyatıva necə təsir etdi? İlk öncə demək istəyirəm ki, Lənkəranda, ən birinci Lənkəranda olanda biz orada rəsm çəkməyi öyrənirdik. Professional rəssamlar gəlmişdilər bizim yanımıza, biz öyrətməyə. Daha sonra Neftçili yay düşərgəsində futbol oynayanda orada məşqçi mənə təklif eləmişdi Neftçidə oynamağa. Sonuncu dəfə xizək sürəndə dostlarla bir yerdə öyrənə xizək sürürdük. Orada dağdan xizəklə düşməyə çalışırdıq aşağı bir yerdə. Həm öyrənirdik, həm gülürdük, həm elə moment olurdu, yıxılırdıq, belə. Zədələnmədin? Şükür Allaha xeyir, zədələnmədim. İndi sən 9-cu sinifdə oxuyursan. Bəli. İmtahanı vermirsən artıq, buraxılış imtahanına. 2 dənəsini vermişəm, bir dənəsi qalıb. Çünki ingilis sektorlarda Azərbaycan dili daha sonra yazılır. Yəni mən fransız dili və riyaziyyatı vermişəm və məndə bir dənə Azərbaycan dili imtahanı qalıb. Bəs planların nədir? Hansı universitetə hazırlaşırsan? Hansı sahədə təhsil almaq istəyirsən? Planlarım mən hələ ki fikirləşirəm ki, belə bir qərarımız var ki, ya ölkə daxili, ya ölkə xarici olacaq. Bu sözsüz belədir. Çalışıram mən məktəbimizin proqramı IGCSE və ondan da əlavə ACT-yə hazırlaşım. Hansı ilə daha çox yüksək nəticəm varsa, o universitetlərə qəbul olmağa çalışıram. Hansı məktəbdə təhsil alırsan? Oksfordda. Elvin müəllim, gələcəkdə şəhid övladlarını hansı layihələr gözləyir? Planlarınız nədir? Gələcəkdə olacaq layihələr, hansı ki, Yaşadın dəyişməz layihələri var da. Bu, deyək, bir gün uşaqların beynəlxalq müdafiə günü ilə bağlı, uşaqlar günü ilə bağlı olan layihədir. Yaşad düşərgəsidir, məktəb ləvazimatlarıdır. Bu layihələr bir mənalı biz çalışacaq, həyata keçiriləcək. Artıq dəyişməz layihələr sırasında İngiltərədə bilirsiniz, 2 həftəlik yay məktəbi olur. Burada da proses uşağın, şəhid övladlarının özündən asılıdır ki, onlar 9-cu sinif buraxılış imtahanında yüksək nəticə göstərməlidirlər ki, biz siyahını, nəticələri Dövlət İmtahan Mərkəzindən alırıq və ilk 10-luqda olan uşaqlar ölkə xaricinə gedir və mən inanıram ki, Yusif də gedəcək uşaqların sırasında ola bilər və inşallah ki, Yusif də gedər və digər şəhid övladları gedəcək. Bu layihələr davam edir. 2025-ci ildə bizdə növbəti bir layihə olmuşdu. Yaşad intellektual marafonu. Orada da şəhid övladları bilik yarışına çıxırdılar. Onlar sonda onlara qiymətli hədiyyələr verilirdi. Birinci, ikinci və üçüncü yer tutan komandalara müxtəlif iPad, notebook, mobil telefon və bu kimi texnologiya ilə bağlı müxtəlif hədiyyələr verilirdi. Və layihələr var. Yeni layihələrin üzərində düşünürük, yeni layihələrin üzərində fikirləşirik. Və təbii ki, dediyim kimi, bütün bu düşünülən layihələrin həyata keçirməsi üçün burada tərəfdaşlar olmalıdır, burada dəstəkçilər olmalıdır ki, bu layihələr həyata keçirilsin. Biz şəhid övladları üçün, ümumiyyətlə tək şəhid övladları üçün yox, hələ şəhidlərimizin valideynləri üçün də, onların həyat yoldaşları üçün də, qazilərimiz üçün də müxtəlif layihələr düşünürük ki,
onların Avstriya vaxtının səmərəli keçməsində, yeni dostluqların, yeni əlaqələrin formalaşmasında öz töhfəmizi verə bilək. Siz Londondakı layihəni xatırlatdınız. Mən onu soruşacaqdım ki, xaricdə layihələriniz olurmu? Londondan əlavə varmı layihələr planda və yaxud da Biz reallaşan? Londondan əvvəl, yəni İngiltərədən əvvəl bu yay məktəbini həyata keçirmişdik. Almaniyada, Frankfurt şəhərində, hətta oradan bir günlükdə Lüksemburqa gedib gəlmişdik. İlk yay məktəbi bizdə Almaniyada olmuşdu. Bununla yanaşı bilirsiniz, Türkiyədə, İstanbulda, Ankarada və digər bölgələrdə, Türkiyənin müxtəlif bölgələrində müəyyən layihələr olur. Biz Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi ilə, eyni zamanda Gənclər və İdman Nazirliyi ilə müxtəlif layihələri həyata keçirdirik. Və şəhid övladları həm də Türkiyədə müxtəlif layihələrdə qatılırlar. Orada Antalyada Alaaddin Keykubat kampı var idi. Orada iştirak eləmişdilər. İstanbulda Marmaris kampında və digər layihələr olur ki, sonuncu dəfə noyabr ayında getmişdilər. İstanbuldaydılar. Orada bir həftə qaldılar və yeni ölkə xarici ilə yanaşı məhz Türkiyə tərəfi ilə, Türkiyə istiqaməti ilə də müxtəlif layihələrin üzərində danışırıq. Hər şey müsbət sonluqla nəticələnərsə, biz şəhid övladlarımızı bu proseslərə cəlb edəcəyik. Təşəkkür, sizə bütün işlərinizdə uğurlar arzulayırıq. Yusif, bax dedim bir çox layihələrində olmusan Yaşad Fondunun. Bəs başqa hansı layihə istəyərin olsun, bax sən də orada iştirak edəyəsən? Mən həmişə Yaşad Fondundan razı olmuşam, indi də razıyam və fikirləşirəm ki, Yaşad Fondunun heç bir mənfi tərəfi yoxdur. Ona görə də elədikləri düşərgələr elə belə davam eləsə, mənim üçün çox yaxşı olar. Sadəcə olaraq davamlı olmasını Bəli, istəyirsən. davamlı olmağı. Təşəkkür edirəm. Çox sağ ol, vaxt ayırdın bugün bizimlə bərabər oldun. Elvin müəllim, həmçinin sizə təşəkkür edirəm ki, vaxt ayırdınız, məlumatları açıqladınız və hər birinizə uğurlar arzulayırıq. Çox sağ olun, uğurlar arzulayıram. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim İlqar Mehmanoğlu. Qonaqlarım isə Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və şəhid Elçin Əzizovun oğlu Yusif Əzizli idi. Biz fondun fəaliyyəti barədə, eyni zamanda şəhid övladları üçün, şəhid ailələri üçün gördüyü işlər barədə danışdıq. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.